Salam, bu videoda sinifin ümumi bütün qiymətlərini görməyi, görməyi və qayıbları asan yolla necə hesablamağı göstərəcəm. Elektron jurnal açan zaman sinif jurnalına yox, özünüzün dərs cədvəlini istəsinizə, təqviminizə daxil olursunuz. Öz sinifinizin öz dərsiniz hansı tarixdə, hansı vaxtdadırsa, həmin yerə daxil olursunuz. İmtahan qiymətlərinə daxil olmayın. Çoxların elədiyi səhv budur. İmtahan qiymətlərinə daxil olmayın. Sadəcə jurnal olan hissəsindən eksporta daxil olursunuz. Buradan bu hissəni xiləsini vurursunuz. Gözlük bu yüklənir, biraz zaman alır. Yüklənəndən sonra belə bir yazı çıxır, üzərinə vururuq və faylımız yüklənir. Faylı açırıq. Açan zaman belə görsənir bütün fənlər və onların bütün kesilli qiymətləri, yarım illik qiymətləri və illik. Buradan enable editing hissəsini vururuq. Deməli, qayıbları necə baxırıq? Qayıbları, məsələn, mən birinci yarım il üzrə qayıb hesablamaq istəyirəmsə, bərabər işarəsi qoyuram, sum yazıram, sum cəmləmədir, cəmləyir mənə. Bu həmin sütun hissəsini seçirəm, yuxarıya qədər aparıram, ən başa qədər. Başa qədər apardıqdan sonra enter düyməsini basıram və qayıb sayını avtomatik çıxartır. Bu şəkildə.